Niyə fransız dilində bu hərf başqa cür səslənir? Məsələn, réveillon, rendez-vous. Croissant. Niyə r yox, r? Bunun çox maraqlı tarixçəsi var. Latın dilində ya da qədim fransız dilində, klassik fransız dilində və müasir fransız dilindəki r hərfinin qrafik oxşarlığı bizi yanıltmasın. Bunlar əslində eyni səs deyil. Dilçilər bu r arxifonemini iki yerə ayırır. Apikal və uvular, yəni titrək. Apikal nədir? Latın dilindəki bu r çox güclü şəkildə səsləndi, titrək idi və dilin ucu, Latın dilində apex adlanan o bölgə, diş ətlərinə dəyərək bu cür tələffüz alınırdı. R. Hətta bu r məsələsi Le Bourgeois Gentilhomme adlı 5 pərdəli komediya əsərində də təsvir olunub. Bu tələffüz hələ də bəzi bölgələrdə Fransanın xüsusilə cənubunda, yəni Burqundiyada, hətta Kanada əyaləti olan Kvebekdə belə qorunub saxlanılır. Keçək digərinə, uvular, boğazdan çıxan r səsi. Apikal r tədricən 17-ci əsrin sonlarında uvular səsə çevrilməyə başladı. Yəni insanlar dilin ucu ilə r-nı titrətmək yerinə boğazdan eyni effekti yaratmağa başladılar. Bu dəyişiklik hələ 13-cü əsrdən etibarən çox yavaş-yavaş da olsa özünü göstərirdi və 17-ci əsrdə Paris sarayında artıq çox geniş şəkildə yayıldı. Hətta bu səs qulağı cırmaqlayan kimi təsvir edilirdi. Məsələn, fransız dilində gracier, boğazdan və kobud danışmaq termini də bu dövrdə ortaya çıxdı. Hətta Voltaire kimi ədiblər də bu tələffüzü tənqid edirdi. Böyük Fransa inqilabından sonra da boğazdan çıxan uvular r, yəni ğ səsi artıq geniş şəkildə bütün əhalinin dilinə hopdu və orta əsrlərdə bir çox sözlərdə söz sonundakı r hərfi tədricən itdi. Məsələn, miroir, voir ya da chanteur idi, sonradan chanteur oldu. R səslənmir. Başqa bir maraqlı versiyaya görə isə 14-cü Lüdovikin ön dişi olmadığı üçün r deyə bilmirdi və ğ deyirdi. Sarayda da onu təqlid edib ona belə xoş görünmək üçün onun kimi tələffüz eləməyə başladılar və bu da bütün Fransaya yayıldı. Bu hipotez o qədər də tarixi mənbələrlə özünü doğrultmadı. Çünki burada əsas məsələ Paris və Versal saray mühitində danışıq dili prestij norması kimi formalaşmağa başladı. Əsas faktorlar isə məsələn, sosial prestijidir. Saray dili nə qədər elit səslənirsə, o qədər doğrudur prinsipinə əsaslanırdı. Fonetik dəyişiklik təbii proses idi. Dilçilər göstərir ki, r səsi artıq 13-cü əsrdən etibarən nisbətən ğ kimi tələffüz olunmağa başlanmışdı. Yəni dəyişiklik 14-cü Lüdovikdən də əvvəl gedirdi. Paris təsiri də burada çox mühümdür, çünki Paris siyasi və mədəni mərkəz idi. Ona görə Paris tələffüzü standart kimi bütün Fransaya yayıldı. Amma maraqlısı budur ki, bu səs Lissabon Portuqalcasında da var. Portuqal dilində Cristiano Ronaldo yox, Cristiano Ronaldo kimi tələffüz edirlər. Ya da Rosa yox, Rosa, Rio, Rato, Cargo kimi tələffüz olunur. Braziliyalılar isə Portuqallardan fərqli olaraq bu səsi h kimi, daha yumşaq, nəfəsə yaxın səsləndirirlər. Məsələn, Rio de Janeiro, Ronaldinho, Haramenç, bu cür. Bir sözlə, bu sadəcə fonetik detal deyil, sosial təbəqə, şəhər mədəniyyəti və